Uzun həsrətdən, uzun illərdən sonra yenə Kosalardayıq. Bax, bu Kosalar hissədən tək qəbir deyilən yerdən gələn çaydır. Çayın suyu dupduru, gözəl və meşələrin içərisi ilə axıb gəldiyi üçün də ən pak bir yerdir. Bax, bu hissədə Qaragəvə gedən yoldur. Biraz aşağıda bayaq Kosalar tərəfdən gələn çayla bax bu çayda qovuşur. Əziz dostlar, qardaşlar, ellilərimiz. Kosalar ətrafı ərazilər həqiqətən insanı təəccübləndirir. Bəh, bəh, nə gözəldir. Nə gözəldir mənim Kosalarım, Kosalarımdan gələn bax bu çaylar. Deyirəm Allah'ım, bax bu günlə şükür olsun. Burada da çayın, demək çay qovşan hissənin biraz aşağısında belə bir göl kimi yer var. Elə göldür deyək ki. Belə gözəllik dünyanın harasında var. Mənim Kosalarımda var. Ballıca istiqamətindən deməli Kosalara gedəndə, Qaragəvə istiqamətinə gedəndə birinci çay qovşanın yaxınlığından sola Qaragəvə istiqamətində gedirəm. Burada maraqlı bir ağac var. Çox illər öncə atamın və kəndlərimizin ağac üzərinə öz adlarını qeyd etdiyi məlumdur və həmin ağacı görmək istəyirik, həmin ərazilərə baxmaq istəyirik. Arxamızda da çox gözəl bir həmin o birinci çay qovşanın soldan Kosalar hissədən gələn çayın daşlı bir kanalvari hissəsini müşahidə edirəm. Təbiət burada xüsusi bir gözəllik yaradır. Bizi uzun yol gözləyir. Mən yolumu davam edəcəm. Yol boyu gözəl əraziləri sizlərə çəkib göstərməyə çalışacağım. Bəli, bu yollar məni təəccübləndirir və görürsünüz nə gözəlliklər var. Ballıca kəndindən Kosalar istiqamətində, Qaragəv istiqamətində birinci çay qovşanından sola dağlara doğru gedirik. Kəndçimiz, eloğlumuz Elçin qardaş bu hissəyə əvvəlki günlərdə gəlmişdi və bura onun artıq bələdçiliyi var. Allah onun da canını sağ eləsin. Bax bu Xocalının, Kosaların ətraf ərazilərini öyrənməyə, tədqiq eləməyə bir yerdə çalışaq. Sol hissəmizdə bayaq da qeyd elədiyimiz həmin Kosalar hissədən gələn birinci dərə gedir. Kosalar ilk meyvələri ilə, gözəlləri ilə bizi qarşılayır.
Bax bu quzey çiyələyidir. Adlar yazılan fıstıq ağacına doğru gedərkən biz Kosalar istiqamətdən gələn birinci kiçik çayın sağ hissəsi ilə gedən yolla qalxanda maraqlı bir məqamlarla rastlaşırıq. Ermənilər bu hissələrdə deməli dağlara, meşələrə qalxdıqca yola belə ciblər çəkiblər, yəni əlavə yollar çayın aşağı hissəsinə. Çox güman ki, o biri taylardan da onlar odun doğrayıb aparırdılar. Və bir neçə yerdə mən bu halı izlədim və müşahidə elədim. Bir yaxşı məqam da odur ki, düzdür, onlar bu ərazilərdə meşələrə çox divan tutublar. Amma son illərdə artıq təbiətin özünün bərpa elədiyini buralarda müşahidə edirik və bu yol bizi daha bir gözəlliklərə aparır. Elçin, bax bu belə tər axtımağa dəyər Kosaları görmək üçün, Kosaların bu meşələrini görmək üçün. Nə gözəlliklər var, nə həyat var burada. Hə, deməli bir xeyli gələndən sonra biz artıq Kosaların baş hissəsini, Yalovanın lap yuxarı hissəsində olan dağları görürük. Məhəmməd Ağanın otağı. Bəli, Məhəmməd Ağanın otağı deyilən hissələrdir. Biz ümumi adlardan istifadə edirik. Ola bilər nöqtə olaraq düz demirik, amma doğru yoldayıq. Bəli, zəngin biomüxtəliflik burada da özünü göstərir. Süpürgəlik də var. Süpürgəliyin üzərində kəpənəklərimiz də var. Yolumuzu bitirməyə az bir məqam qalıb. Bu quzey hissədə palıd ağacının çoxuşunda əməlli başlı suyun yığıldığını müşahidə edirik. Bu təbiətdə gözəl bir məqamdır. Bəzi canlılar, quşlar buradan su götürür. Bax beləcə yolumuz bu meşəliklə davam edəcək. Biz Kosalar dağlarını düzdür, ümumilikdə tanıyırıq, amma xüsusi adlarla, toponimlərlə ola bilsin ki, tanımadığımız yerlər var. Bu meşənin içərisində də bir elət yoluna rast gəldik. Görünür ki, burada 100 illər öncədən bir gediş-gəliş olub. Yolun Dərəpəyə deyilən bir hissəyə indiyini güman edirik. İndi bizi qarşıda hansı mövqe, hansı məqamlar gözləyir görəcəksiniz. Burada da sen buraya tanıyorsun da. Burada bir şey tanıyorsan mı düz gelmişsin? Ben bir defa gelmişim buraya. Burada Dərəpəyə deyilmiş. Aa bu oldu. Peki buraya yolu ne? Belki bu değil. Bu Dərəpəyə de görməyimiz gerekiyor. Bu çok yeni bir aşağı. Bu olaylanacaqdır. Çıkmak koyuyorlar. Böyle çıkıranışta bular. Hiç yaşlı. Ay bu. Ay bu. Hiç yok. Hop. Bir yaxınlaşdı. Bax bura Dərəpəyə deyilən yerin lap yaxınlığıdır. Görürsünüz tikanlı məftillər. Bəlkə də 50-60 il bundan əvvəl bura vurulub. Kosalar cəmaatının bax bu açıqlıq ərazi var qarşı hissədə. Buradan ot bitkiləri də olubdu. O pəyə də qarşı hissədədir. İndi tapa bilsək Dərəpəyə deyirlər adına. Bəli. Gözəl gəlirək. Sənin eşitdiyinə görə burada da ot bitkini olubdu.
Bana dedi geçen sefer yakından çıkıyor mizah soktu. Buraları çok meşedir. Ben orada buraya o getir, mizah soktu getir. Buranın çok meşedir. Qarşı hissələri Ha sən. buranın bağı indi çoluğa baktı. Size bak. Buranın Kösalar cemaatinin adında dedi yadımdan çıkıyor. O O küçəyə senede sahib. yer oldu. Bəli. Burada yukarı kentte cemaatlar. Çox yaxınlaşdıq artıq. Çok yakınlaşıyor. Kendimizin arası meşelerde arka üstü. Gedək Bu qardaş. qabaq sağ tərəfimiz tək qalırdı. Üst tərəfimiz. O Görkən dağı. O hündürdən də görkən dəvə bu. O tərəflər. O yüzden ki, Yaxın günlərdə Elçin orada keçərik. inşallah. Aşağıdan, yol aşağıdan deməli. Gəlin bura. Buradan. Elə bura həqiqi bir sənət yer olur. Çörək yeri. Ona görə də həm Gerçəkən baş çıxır. Həm də Burada o. ot bitkiləri də əsasın çəmlikdir. Ötələrdə. Yol keçə biləcəksən. Səpərin bir hissəsi buradadır, eləmi? Hə, məftillər görünür. Dərəpə deyilən yerdir, səhv eləmirəmsə. Burada da bir tövlə yeri var, pəyə yeri var. Təxminən 60-70 il əvvəl bura vurulan demək palıd ağacından bir stolbanı görürük. Buranı aldığımız məlumata görə rəhmətli Terman həkim burada heyvan saxlayırmışlar. Onların burada əl işləri var. Allah onlara rəhmət eləsin. Allah Çox, rəhmət eləsin. Yeri cənnət. təsirləndik. Həyat dəyişir, təbiət sürətlə dəyişir, amma insanların izləri bir şəkildə qalır. Bəlkə də 100 ildə insanın xatirələri, əl işləri, izləri meşələrdə, təbiətdə qalmaqdadır. Oraqdır, nədir, qoy buna. Orada onu gördüm. Hə, çox maraqlı. İndicə istəyirdim mən bunu. Dəryazdır. Biraz geri çəkil. Dəryazdır. Bunu çıxardaq buradan. Onu Dəryazı. aparıb Nicat verir. Nicat müəllim bizdən əvvəl buranı gəldi, gördü, Biz amma baxmamışıq. indi bunu bayaq dəmir ucluğu gördüm əslində. Pastan mı bu da çox? Bu Sovetlər dönəminin ən demək güclü bir materialıdır. Keyfiyyətli Qalın şalı və var. keyfiyyətli bir materialdır. Bu nəm yerdə, bu demək günəşin az düşdüyü bir yerdə. Ən azı bir 50 ildir buradadır. İkinci bir təbii silaha da yiyələklənirik və meşədə artıq bizim Yeyən qəti varsa qorxumuz yoxdur Qalib bəy. itiləyək biraz. Gedək. Buraları biz gəzsək bəlkə də başqa bir şeylər də taparıq. Amma vaxtımız yoxdur. İnşallah növbəti proseslərdə burada yer olacaq. Burada məhdillər var və s. var. Burada dam yeri olur. Dam yeri olur. O zaman bu qoyuluq olur. Çox uzun əziyyətlərdən sonra o məşhur fıstığın yanına gəldik. Biraz yemək yemək istəyirik. Dəhşət acımışıq, həm də yorulmuşuq. Deməli, Ballıcadan üzü dağlara Qaragöl istiqamətində gələndə bax bu məşhur fıstıq ağacının yanına gəlib çatdıq. Hardasa 2 saat yarımdır, 3 saatdır yol gəlirik. Çox çətin relyefə malik olan, dağlıq ərazilər olan bax bu meşəliklər sərtdir. Bura gəlməyimizdə məqsəd çox illər öncə burada insanların bu ağacın üzərinə adlarını yazmasıdır. Elə burada çox maraqlı bir məqam var. 1957-ci ildə atam da bu ağacın üzərinə adını yazıbmış. Bu ağacın yaşı bəlkə də 100-dən çoxdur. Təxmini deyə bilmərik, ancaq məşhur bir ağacdır. Elə məşhurdur ki, bütün ağacın yuxarı hissələrində insanların adları var. O dövrlərdə insanlar adlarını yazmaq istəyirlər ağacların üzərinə və bu bizim üçün burada
çox dəhşətli bir xatirədir, maraqlı bir xatirədir. Bu 1957-ci illərdə, ondan qabaqki məqamlarda və yaxud da ki, sonraki məqamlarda yazılan yazılar tamamilə tam dəqiq oxunur. Belə çox sevindik bunu görməkdə. Böyüklərimizdən bir xatirədir və çox kədərli bir xatirədir əslində. Çox maraqlıdır, çox düşündürücüdür. Həyatın çox maraqlı keşməkeşləri var. Bugün də onun birini yaşayırıq. Elçin, birinci siz gəlmişdiniz bu ağacın dibinə, Nicat həkimlə birgə. Bugün də elə oldu, qismət oldu, səninlə bura təkrar gəldik. Çox sağ ol, elə gəldiniz bizdən qabaq da olsa, sonra da olsa indi bir yerdə görürük. Çox insan təsirlənir. Bura çox uzaqdır yaşayış yerindən, çox da uzaq bir məsafədə vaxt ayırdın, bizlə bir yerdə gəldik. Biz gəlməliyik buralara. Allah sizə də can sağlığı versin və Kosaların maraqlı yerləri, maraqlı məqamlarında bir yerdə gəzər inşallah. İnşallah qardaş, inşallah. Mən istəyərəm ki, hər bir kəs bizim Kosalar cəmaatından yaşlı, buradan keçən, buradan bu işləri görən, əl qabiliyyəti olan hər bir insana qismət ola ki, gələ bunu görə. Allah keçənlərə də rəhmət eləsin. Buradakı adları olan insanların bəli, bir çoxları artıq rəhmətə dünyasını gedir. dəyişib. Onların hər birinə Allah rəhmət eləsin. Qalanına can sağlığı versin ki, inşallah qismət olsun, gəlsin görsün. Bu yol çox şeylərə şahiddir. Bəli. Çox, Buradan bizim bir əsrdən çox yaşı olan bir məqamdır bura. bir dənə şey bilirəm ki, atamız, anamız, babamız hər birimizin bu yoldan gedib gəlib. Bu dağlara, Təkkabura gedir, bu yol Sarıtalıya gedir. Bu yoldan hər bir kəs keçib gedib. Biz meşələrdə olmalıyıq, ormanlarda olmalıyıq. Eyni zamanda meşələrimizi də qorumalıyıq. Meşələri qorumaq da bizim borcumuz olsun. Bu bizim planetimizin. Bu arada yaşayışı sözünüzü da kəsirəm, gələcək. bağışlayın. Orada da var, ağac yazılar. Ona da baxın. Eyni yazılı düşdü. Burada özdə bir maraqlı məqam da odur ki, bax bu Kosalar meşələrində fıstıq ağacı daha çox xarakterik deyil. Bax bu hissədə 2 dənə ağac müşahidə edirik hələ ki. 2-3 ağac var. Bir belə yol qət eləmişik. Burada ayrı fıstıq ağaclarına rast gəlmədik. Düzdür, Kosaların qarşı tayında o mədədin yeri dediyimiz yerlərdə var. Bir də başqa yerlərin getdikcə kəşf eləməyə çalışacağım. Çox maraqlıdır. Əslində Bu adın birini oxuyuram, sözünü kəsirəm. Hüsən. Hüsən kişinin adı. Rəhmətli Hüsən dayında o adı var burada deməz. Çox adam Kosaların. Qalanlarını oxuya bilmirəm. Hamısında. Çalışıram oxuyam, amma çətindir.